Herkese salam. Növbəti faydalı videoma xoş gəlmisiniz. Bugün sizə bir çox vətəndaşın hələ də bilmədiyi, lakin gündəlik həyatda olduqca faydalı olan bir xidmətdən bəhs edəcəyəm. Əgər siz də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xətti ilə əlaqə saxlamaq istəyirsinizsə, uzun müddət növbədə gözləməkdən və telefon balansınızı xərcləməkdən yorulmusunuzsa, bu video sizin üçün faydalı olacaq. Ekranda gördüyünüz MyGov mobil tətbiqi vasitəsilə çox rahat şəkildə zəng sifarişi vermək mümkündür. Bu xidmət sayəsində siz qaynar xəttə zəng edib növbədə gözləmək məcburiyyətində qalmırsınız. Sadəcə bir neçə addımla müraciətinizi yaradırsınız və növbəti iş günündə Nazirliyin əməkdaşı özü sizinlə əlaqə saxlayır. Bu həm vaxt itkisini aradan qaldırır, həm də telefon xərclərinə qənaət etməyə imkan yaradır. Videoda sizə zəng sifarişinin necə verildiyini, hansı məqamlara diqqət etməli olduğunuzu və bu xidmətdən necə yararlana biləcəyinizi addım-addım göstərəcəyəm. Əgər siz də dövlət xidmətlərindən daha rahat və səmərəli şəkildə istifadə etmək istəyirsinizsə, videonu diqqətlə izləyin. Bu məlumat gələcəkdə sizə xeyli vaxt və vəsait qazandıra bilər. Bunun üçün ekranda baxdığınız MyGov mobil tətbiqinə daxil oluruq. Buradan baxırsınız, sağ tərəfdə aşağıda daha çox bölməsi, daha çox yazılan yer var. Həmin yerə daxil oluruq. Baxırsınız, aşağıda dəstək yazılan yerin aşağısında zəng sifarişi yazılan bölmə var. Həmin yerə daxil oluruq. Burada indi qurumu seçməliyik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yazılan yerə daxil oluruq. Ən üstdə deməli, məndə sistemdə öz nömrəm mövcud olduğu üçün avtomatik mənim nömrəm çıxdı. Yəni sizdə olmaya bilər. Yəni üst tərəfə öz nömrənizi daxil edirsiniz. Nə deməkdir bu? Yəni nömrənizi daxil edirsiniz. Nazirliyin nümayəndəsi növbəti iş günündə daxil etdiyiniz, yəni əlavə etdiyiniz nömrəyə zəng edir. Deməli, nömrəni əlavə edəndən sonra aşağıda istiqamət seçin. Həmin yerə daxil oluruq. Məsəl üçün, bax burada siz nə ilə əlaqədar Nazirliyin nümayəndəsi sizə zəng edəcək və hansı problemlə əlaqədar zəng sifarişi vermək istəyirsinizsə, hansı işinizlə əlaqədar zəng sifarişi vermək istəyirsinizsə, burada göstərir. Sosial yardımdır, 50 dərəcənin təyin olunması, əmək qanunvericiliyi, sosial müavinətlə bağlı, məşğulluqla bağlı. Bunlardan hər hansı birinə, sizin öz işinizə uyğun bölməni seçirsiniz və budur. Mən mənə uyğun bölməni seçdim. Deməli, zəng ediləcək tarix onun aşağısında. Məsəl üçün, zəng ediləcək tarixi təyin edirsiniz ki, Nazirliyin nümayəndəsi nə vaxt sizinlə, hansı tarixdə sizinlə əlaqə saxlasın. Həmin tarixi seçirsiniz, sağ tərəfi klik edirsiniz. Və bu məlumata doldurduqdan sonra aşağıda əlavə qeyd bölməsi baxırsınız, görünür. Daxil edin. Məsəl üçün, burada əlavə qeyddə nə yazmalısınız? Seçdiyiniz işlə əlaqədar, yəni sizə hansı iş maraqlıdırsa, yəni hansı işlə əlaqədar istəyirsiniz ki, sizə zəng ediləndə probleminizi deyəsiniz, o işi qısa təsvir edirsiniz. Məsəl üçün, sosial yardımdırsa, aşağıda təsvir edirsiniz ki, sosial yardım üçün müraciət eləmişəm, ancaq deməli, maddi məişət şəraitinin yoxlamasını gecikdirirlər. Bununla əlaqədar qısa yazı yazırsınız və Nazirliyin nümayəndəsi sizə zəng edilən kimi özü açır ki, deməli, zəng edir, özünü təqdim edir ki, deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng eləmişik, zəng sifarişi verirsiniz, orada mövzudan halı olur da, xəbəri olur və başlayır sizə lazım məlumatları verməyə. Sosial yardım, mən indi məsəl üçün sosial yardım üçün dedim, misal çəkdim. Başqa işiniz varsa, o işin də dediyim kimi istiqamət seçim bölməsindən həmin o bölməyə hansı işlə əlaqədar seçmişsinizsə, onunla əlaqədar əlavə qeyd bölməsinə, qısa bir işinizlə, probleminizlə əlaqədar qısa cümlə yazırsınız. Deməli,
Bu məlumatı da daxil edəndən sonra aşağıda baxırsınız. Sifariş et yazısı avtomatik aktivləşir. Sifariş et yazısına toxunursunuz. Budur. Zəng sifarişi uğurlu. Zəng sifarişiniz uğurla qeydə alındı. Yəni növbəti iş günündə deməli sizə Nazirliyin nümayəndəsi zəng ediləcək. Yəni bir məsələni də qeyd edeyim ki, zəng sifarişini ancaq iş gününün yəni saat 18:00-dan sonra, iş vaxtı yox, 18 yəni 00-dan sonra yəni zəng sifarişi verə bilərsiniz. Yəni növbəti iş gününə əgər istəyirsin ki, Nazirliyin nümayəndəsi sizə zəng eləsin, onun üçün yəni saat 6-nı gözləməlisiniz ki, iş vaxtı bitsin. İş vaxtı bitəndən sonra deməli Nazirliyə zəng sifarişi göndərə bilərsiniz. Bu qədər. Deməli zəng sifarişi ilə əlaqədar hazırladığım video bu qədər. Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.